Gəlin 88-ci suala baxaq. Sualda bizə 720 qram qlükozanın yağ turşusundan qıcqırması zamanı 89,6 litr qaz qarışığından ayrıldığını deyirlər və bizdən reaksiya zamanı neçə qram yağ turşusu alındığını və reaksiyanın praktik çıxımının hesablanmasını tələb edirlər. Gəlin əvvəlcə qlükozanın yağ turşusuna qıcqırma reaksiyasını yazaq. Bilirik ki, qlükoza yağ turşusuna qıcqırdıqda yağ turşusu, karbon qazı və hidrogen qazı ayrılır. Daha sonra isə biz bu məsələni həll edə bilmək üçün reaksiyanı əmsallaşdırarıq. Reaksiyanı əmsallaşdırdıqdan sonra tənlikdə bizə verilənlərə baxaq. Görürük ki, 1 mol qlükoza parçalananda 1 mol yağ turşusu və 2 mol karbon qazı, 2 mol hidrogen qazı olmaqla toplamda 4 mol qaz qarışığı ayrılır. Bu belə. İndi gəlin görək. Bu 89,6 litr qaz qarışığının mol miqdarı nə qədərdir? Bunu tapmaq üçün də biz 89,6 litri bölərik 22,4 litrə. Və buradan görərik ki, elə 4 moldur. Deməli, bizim məsələnin şərtinə əsasən də 4 mol qaz qarışığı ayrılıb, reaksiya tənliyinə əsasən də 4 mol qaz qarışığı ayrılıb. Onda biz belə nəticəyə gəlirik ki, bizim reaksiyamıza 1 mol, yəni 180 qram qlükoza daxil olub. 1 mol qlükoza parçalananda da 1 mol yağ turşusu alınır. Elə isə gəlin qlükozanın da, üzr istəyirəm, yağ turşusunun da emirini hesablayaq. Bunun üçün əlbəttə ki, hər bir maddənin ayrını onun sayına vurarıq. 12 vurulsun 4. Hidrogenin ayrı və sayı. Buradan 88 tapırıq. Deməli, alınan yağ turşusunun miqdarı 88 qramdır. Məsələnin ikinci şərtində isə bizdən reaksiyanın praktik çıxımının tapılması tələb olunur. Gəlin məsələnin ikinci hissəsinə baxaq. Bizim əlimizdə əvvəlcə 720 qram qlükoza var. Əgər bu 720 qramın hamısı reaksiyaya daxil olsaydı, nə qədər qaz qarışığı ayrılardı? Neçə litr qaz qarışığı ayrılardı? 180 qram qlükoza parçalananda bildiyimiz kimi 4 mol, yəni 4 vurulsun 22,4 litr qaz qarışığı ayrılardı. Bəs 720 qrama parçalansaydı nə qədər ayrılardı? X-i tapmaq üçün yəni 720 qram qlükozanın hamısı parçalansaydı, nəzəri olaraq 358,4 litr qaz qarışığı alınmalıydı. Lakin bizdə praktik olaraq isə cəmi 89,6 litr qaz qarışığı ayrılıb. Bu 358,4-dən qat-qat daha azdır. Yəni, reallıqda cəmi bizim 89,6 litr qaz qarışığımız alınıb. Biz bu məlumatlara əsasən praktik çıxımı hesablamaq üçün bizdə reallıqda alınan həcmi nəzəri olaraq alınmalı olan həcmə bölərik. Bölsək görürük ki, bunun 4də biridir və 100-ə vurarıq. 100%-ə vurarıq. 4də 1 vurulsun 100. Oradan da görürük ki, deməli 25% reaksiyamızın praktik çıxımı. Praktik çıxımın daha sadə yolla isə necə tapa bilərik? Biz görürük ki, reaksiya nəticəsində elə 89,6 litr qaz qarışığı ayrılıb. Yəni reaksiyaya cəmi 180 qram qlükoz daxil olub. Yəni bu 720 qramın cəmi 180 qramı
reaksiyaya daxil olub. Daxil olub. Yerdə qalanı isə reaksiyaya daxil olmayıb. Onda biz reaksiyaya daxil olanı ümumi hissəyə bölərik. Yəni 180-i bölərik 720-yə. Bu da bunun 4də biridir. Təbii ki 25% olacaq bizim cavabımız.